Unudulmaz şairi müasir Azərbaycan poeziyasının ən parlaq simalarından biri olan Bəxtiyar Vahabzadə vəfatının il dönümü ilə əlaqədar Şəkidə yad edilib. Gerçək şudur, ölümə kayıtsız təslim olun. Aldanıb masallara uyma ölümsüzlüğe. Ölüm yaşamalıdır, həyat yaşasın deyə. Müasir Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan mərhum şair Bəxtiyar Vahabzadə vəfatının 3-cü ilində doğma rayonunda yad edilib. Üç rəngli bayrağın kölgəsində mən qaraca torpağı vətən görmüşəm. Şəki rayon İcra Hakimiyyəti və Qafqaz Universitetinin təşkilatçılığı ilə keçirilən tədbir Şəkidən dünyaya, bu dünyadan bir Bəxtiyar keçdi adlanıb. Tədbirdə ziyalılar, poeziya həvəskarları, ictimaiyyət nümayəndələri iştirak edib. Yəni ən yuxarıda Bəxtiyar Vahabzadə bu məsələ həll etdi. İştirakçılar əvvəlcə poeziyamızın Bəxtiyarı adlı sərgi ilə tanış olub. Xatirə gecəsində deputat Cavanşir Feyziyev və Qafqaz Universitetinin rektoru Əhməd Sanız çıxış edərək Bəxtiyar Vahabzadənin müasir Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışıblar. Ancaq hala aramızda yaşıyor. Şairin işıqlı xatirəsinin xalqımızın qəlbində həmişə yaşayacağı vurğulanıb. Tədbir şairin həyat və yaradıcılığından bəhs edən filmin nümayişi və musiqi kolleci tələbələrinin ifasında şairin sözlərinə yazılmış mahnıların ifası ilə davam edir.